Salam, hər vaxtınız xeyir olsun xanımlar. Mən bu gün məhsullar haqqında, məhsullara necə baxa bilərsiniz, proqram haqqında, yəni ümumi məlumat verəcəm. Baxın, burada yeni gələn məhsullar düşür bu heç. Daha sonra buraya keçid edərək, buradan aksiyadakı məhsullara baxa bilərsiniz. Buradan hər biri göstərir. Daha sonra baxın, burada kateqoriyalar var. Məsələn, ümumiyyətcə bir məhsul axtarırsınız, tutaq ki, bir şampun axtarırsınız və şampunun kodunu bilmirsiniz, adını da bilmirsiniz. Onda düşünün, şampun nədə gedir? Qulluqda gedir. Qulluğa daxil olursunuz. Şampun, yəni nəyə istifadə olunur? Saçlara. Saçlara daxil olursunuz. Buradan baxın, şampunlar yazılıb. Şampunlara girirsiniz və istədiyiniz hər bir şampunun burada, yəni qiymətləri, şəkilləri, hər bir şeyi vardır. Məsələn, tutaq ki, bu şampuna baxmaq istəyirsiniz. Bu şampuna baxırsınız. Baxın, burada aşağı hissədə artikul kodu da yazıb ki, 183. Baxın, burada yazıb ki, laminasiya edici şampun, artikul 183. Yəni, birdən qrupdan soruşursunuz ki, bu məhsulun kodu neçədir? Burada artikulu axtarış yerinə yazanda çıxır. Baxın, 183. Tutaq ki, qrupda sizə adı yazıldı ki, məsələn, ekspertin şampunudur, kodu 183-dür. Buradan axtarış yerinə yazanda, axtarış yerində çıxır ki, həmin məhsul budur, baxın. Və daha sonra, tutaq ki, baxırsınız ki, laminasiya edici şampundur və şampunun haqqında məlumat bilmək istəyirsiniz. Onda məhsul haqqında bölməyə girirsiniz və baxın, burada şampunun haqqında hər bir şey yazılıbdır. Və daha sonra nə göstərmək istəyirəm? Burada rəylər də vardır. Rəylərə də daxil olursunuz. Burada müştəri rəyləri var. Düzdür, rusca yazılıbdır. Amma belə üzərindən tutub, translate elədikdə, məndə indi aktiv deyildi, bir saniyə aktivləşdirim. Aha, baxın, burada məhsulun haqqında yazılarda rəylər də yazılır. Baxın, yazıb ki, məsələn, nə rəy yazıbdır, o göstərir. Daha sonra, tutaq ki, makyaj məhsuludursa, makyaj məhsuluna daxil olursunuz. Tutaq ki, dodaq boyası axtarsınız. Dodaqlara girirsiniz, dodaq boyalarına vurursunuz və burada dodaq boyalarının hər birinin burada düşür. Daha sonra ev təmizlik vasitələri olsun, fərqi yoxdur. Özünüz bir məhsulu, tutaq ki da, hər hansı bir məhsulu proqramda axtarmaq istəyirsiniz, tapa bilmirsinizsə, mütləq ki, yəni özünüz bir düşünün. Həmin məhsul nə məhsuludur? Təmizlik məhsuludurmu? Qulluq məhsuludurmu? Makyajdırmı? Yəni bu şəkildə girirsiniz. Tutaq ki, təmizlik vasitəsi, məsələn, soba təmizləyəni axtarmaq istəyirsiniz, amma bilmirsiniz ki, soba təmizləyən hardadır? İndi özünüz bir düşünürsünüz ki, soba təmizləyən demək, təmizlikdədir, ev məhsullarındadır, təmizlikdədir və daha sonra giririk mətbəx üçün məhsullara, təmizləyici vasitələrə və baxın, soba təmizləyənin biri bu, bir bu soba təmizləyən, biri isə, baxın, yenirsə aşağı, bir də bu soba təmizləyən. Gördünüz, ikisində gəldi. Yəni, bu şəkildə. İstər olsun, məsələn, vanna üçün olsun, fərqi yoxdur. Hamam üçün, vanna üçün təmizləyicilərə vurursunuz, burada düşür. Yəni, nə məhsul axtarırsınızsa, mütləq ki, orada düşür. Burada da dediyim kimi, aksiyalar düşür ki, hansı məhsul aksiyadadır, mütləq buna nəzər yetirin. Çünki, məsələn, baxın, tutaq ki, bu məhsulun qiyməti 17 manat 77 qəpikdir. Burada da yazıb ki, istənilən 2 ferruqiyə məhsulu xüsusi qiymətə. Bəs bu 2 xüsusi qiymətə hansıdır? Tutaq ki, bir bunu vursaz, bir də bunu vursaz, təbii ki, endirimə düşəcək. Gəlin, baxaq ki, səbətə neçəyə düşdü? Baxın, hələ düşdü 3 manat 99 qəpiyə, 13 manata düşdü. Və hətta bunda deyim ki, kallaş hazırlayanda mütləq ki, tutaq ki, bunun tək qiymətinə baxırsınız. 17 manat 77 qəpik ambar qiymətidir. 23 manat 99 qəpik buradakı